Satışını həyata keçirdiyimiz epoksi ara doldurucularının vurulma qaydalarını göstəririk. Bu videodan sonra hətta usta olmayanlar belə istifadə edə biləcək. Birinci epoksi ara doldurucusunu açıb, başlığını taxdıqdan sonra tapancasına yerləşdiririk. Necə rahatdırsa, elə də edə bilərsiniz. Daha sonra 80 dərəcə tutmaqla stabil miqdarda kafel aralarına sıxmağa başlayırıq. Sıxdıqdan sonra həmin yerlərin üzərindən çox keçmədən alətləri ilə keçmək lazımdır ki, qabarıq qalmasın və kafel aralarına tam hopsun. İç və çöl künclərinin isə xüsusi alətləri ilə üzərindən keçilməsi gərəkir. Vurulduqdan sonra 4-5 saat gözləyib, qaşıyan şpateli vasitəsilə kənarlarda qalan artıq epoksiləri qaşıyırıq. Beləcə 24 saat sonra istifadəyə yararlı olur. Faydalı oldusa dəyərləndirmək üçün bəyənib şərh yazmağı unutmayın. Bir daha qeyd edək ki, premium epoksi ara doldurucularını və alətlərini nota mağazamızdan əldə edə bilərsiniz.